Yelisey sarayının mövqeyini müdafiə edən Frans 24 növbəti dəfə Azərbaycana qarşı qərəzli yanaşması ilə diqqət çəkir. Telekanal radikal müxalifət lideri Əli Kərimli ilə olan müsahibədə onu vicdan məhbusu kimi təqdim edib. Çevriliş cəhdi ittihamı ilə həbsdə olan Kərimli bu platformadan istifadə edərək ittihamların siyasi motivli olduğunu iddia edir. Müsahibənin özü və onun Frans 24 tərəfindən təqdim edilməsi Fransa mediasının Azərbaycana qarşı apardığı sistemli informasiya kampaniyasının bariz nümunəsidir. Paris rəsmi Bakı ilə münasibətlərdə qərəzli və destruktiv xəttini davam etdirir. Bu fəaliyyət artıq diplomatik müstəvidən çıxaraq informasiya savaşının elementlərinə çevrilib. Frans 24 kanalı tərəfindən mütəmadi olaraq təqdim olunan materiallar Fransanın anti-Azərbaycan mövqeyi ilə bağlı tendensiyanın növbəti təzahürü kimi qiymətləndirilə bilər. Belə materiallar jurnalistikanın obyektivlik prinsiplərindən uzaqdır və Fransanın Azərbaycanla bağlı mövqeyinin informasiya müstəvisində davamlılığından başqa bir şey deyil. Bu siyasətin fonunda əslində Fransanın öz daxilində və beynəlxalq arenada üzləşdiyi ciddi problemlər dayanır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, beynəlxalq arenada təsir imkanlarını genişləndirməsi Fransa hakimiyyətində ciddi narahatlıq doğurur. Daxili siyasi problemlər və qlobal miqyasda zəifləyən mövqelər fonunda Paris yenidən Azərbaycanı hədəf alıb. Makron administrasiyası son illər həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi nüfuz itirir. Sarı jiletlilər hərəkatı, pensiya islahatlarına qarşı etirazlar, miqrasiya böhranı və təhlükəsizlik problemləri hakimiyyətə ictimai etimadı zəiflədib. Belə şəraitdə diqqətin xarici gündəmə yönəldilməsi Fransa siyasi praktikasında tez-tez istifadə olunan üsullardan biri kimi ön plana çıxır. Azərbaycanın hədəf seçilməsi də təsadüfi deyil. Bakı uzun illərdir Fransanın neokolonial siyasətini və dənizaşırı ərazilərdəki fəaliyyətini beynəlxalq platformalarda gündəmə gətirir. Xüsusilə Bakı təşəbbüs qrupunun fəaliyyəti nəticəsində dekolonizasiya məsələsi qlobal müzakirə mövzularından birinə çevrilib. Fransa isə öz nəzarətində olan ərazilərdə baş verən hadisələri kölgədə saxlamağa çalışır. Yeni Kaledoniyada müstəqillik tərəfdaşlarına qarşı tətbiq olunan sərt tədbirlər, kütləvi həbslər və etiraz aksiyalarının dağıdılması bunun nümunələrindən biridir. Korsikada isə yerli kimlik və muxtariyyət tələbləri uzun illərdir həllini gözləyən problemlər sırasında qalır. Fransanın qərəzli münasibəti zaman-zaman idman və mədəniyyət sahələrində də özünü göstərir. Paris Olimpiyadası zamanı Azərbaycana qarşı sərgilənən qeyri-peşəkar yanaşmalar bunun daha bir nümunəsi kimi yadda qalıb. Belə şəraitdə digər ölkələrə demokratiya və yaxud da insan haqları mövzusunda dərs vermək cəhdləri şübhəsiz ki, inandırıcı görünmür. Bütün bunlar onu göstərir ki, Frans 24-ün və onun kimi digər dövlət mediasında yayımlanan materiallar heç də bir jurnalistika marağının məhsulu deyil. Yəni bu birbaşa rəsmi Parisin geosiyasi prioritetlərinin belə deyək məhsuludur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artan rolu, Qarabağ üzərində suverenliyin bərpası və beynəlxalq platformalarda daha fəal mövqe tutması bəzi dairələr kimi Fransanı da olduqca ciddi şəkildə narahat edir. Ona görə də bütün bu anti-Azərbaycan mövqeyi də məhz bundan qaynaqlanır. 2020-ci ildə Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra Parisin mövqeyi daha da sərtləşib. Regionda yeni reallıqlar formalaşsa da, Fransa media qurumları və siyasi dairələri köhnə yanaşmaları gündəmdə saxlamağa çalışırlar. Eyni zamanda Paris açıq şəkildə Ermənistanın maraqlarının müdafiəçisi kimi çıxış edir. Makronun regionla bağlı bəyanatları və nümayiş etdirdiyi mövqe bu ölkənin məsələyə bir tərəfli yanaşmasının göstəricisi kimi qiymətləndirilir. Bütün bunların fonunda Fransa zəifləyən geosiyasi təsirini bərpa etməyə çalışsa da, Cənubi Qafqazda formalaşan yeni reallıqları dəyişmək mümkün görünmür. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları və informasiya hücumları da bu reallığı dəyişmir. Əksinə, Parisin selektiv yanaşması və qərəzli siyasəti onun beynəlxalq nüfuzuna əlavə zərbə vurur.